Salam dostlar. Bugün Almaz İldırımın Əsir Azərbaycan şeirinin təhlilinə baxacağıq. Əsir Azərbaycan şeirini Almaz İldırım bilirik ki, Türkiyədə mühacir həyatı yaşadığı illərdə yazmışdı. Elə şeirdə də biz görürük ki, Azərbaycandan ayrı düşübdü. Bir növ Azərbaycana olan o sevgisi, qürbət illərdə bir növ Azərbaycandan ötürü darıxıb, həmin o hisslərini bir növ şeirdə əks etdirmişdi. Necə deyərlər, sanki öz simasında qürbətdə yaşayan bir insanın duyğularını əks etdirmişdi. Və şeirin mövzusu Azərbaycana sevgidir. İdeyasına isə deyə bilərik ki, azadlıq ideyası əks olunmuşdu şeirdə. Sizə mən indi burada bir sual verəcəm. Həmin o sualı videonun şərhlər hissəsində cavablandırarsınız. Görək bu Əsir Azərbaycanım əsərin adında hansı bədii təsvir vasitəsi işlənmişdir. Bunu şərh bölməsində qeyd edərsiniz. İndi isə gəlin əsərin ümumi təhlilinə baxaq. Hanı məni gül qoynunda doğuran, xəmrimi göz yaşıyla yoğuran, beşiyimdə layla balam çağıran, Azərbaycan mənim bəxtsiz anam oy, neçə ildir həsrətinlə yanam oy. Deməli, gəlin indi birinci növbədə baxaq görək şeir neçə bənddən ibarətdir. Gördüyümüz kimi 4 bənddən ibarətdir. Bəs neçəlik formasındadır? Baxırıq ki, 5-lik formasındadır. Sonra qafiyə quruluşu necə olacaq? A, deməli 3A, bu hissələr bir qafiyələnir. Burada 3A olacaq. Daha sonra isə B bu şəkildə qafiyələnəcək. Sonra bu oy sözləri isə, bax burada diqqətli olun. Buradakı bu oy nidaları rədif deyil. Burada təkrir kimi işlənmişdir. Fikir versək, amma indi bunu biz belə deyək də, Dövlət İmtahan Mərkəzi oy nidasını burada təkrir götürür. Amma biz bilirdik ki, təkrirdən yox, rədifdən öncəki söz qafiyələnməli idi. Yəni təkrirlə rədifin fərqi bu idi. Amma Dövlət İmtahan Mərkəzi bu oy nidalarına burada təkrir dediyi üçün biz də yəni təkrir götürəcəyik. Yəni burada diqqətli olun. Bunu rədif demirik, təkrir deyirik. Gördüyümüz kimi burada bir bədii sualdan da istifadə olunub. Neçə ildir həsrətinlə yanam oy. Bədii sualdan istifadə olunmuşdur. Daha sonra, bəs yaxşı, əsərin bölgüsü necədir? Bir də ona baxaq. Görək hecalarının sayı neçədir? Hanı 2, məni 4, gül 5. Deməli, qoynunda 3 burada, doğuranda 6. Deməli, indi gəlin təhlilinə baxaq görək necə olacaq. Hanı məni gül qoynunda doğuran? Deməli, 4, gül qoynunda. 4, doğuran 3. Sonra xəmirimi göz yaşıyla yoğuran. Xəmirimi buradan bölünəcək, göz yaşıyla bu hissədən, yoğuran da 1. Deməli 4-4-3 şəklində, bölgüsü isə 4-4-3 şəklində olacaq. Daha sonra, indi gəlin görək burada müəllif nə demək istəyir. Hanı deyir məni gül qoynunda doğuran? Burada bir gül qoyun işlənibdir. Gül qoyun bilirik ki, olmur. Burada bir epitet var. Əslində gül qoyun deyərkən, yəni Azərbaycanın qoyunu nəzərdə tutulur burada. Burada bir epitet işlənibdir. Daha sonra, xəmirimi göz yaşı ilə yoğuran. Burada bir mübaliğə var. Mübaliğə işlənib, çünki xəmirin göz yaşı ilə yoğrulmağı. Burada bir mübaliğədən istifadə etmişdi müəllif. Beşimdə layla balam çağıran. Yəni Azərbaycanın layla balam deməyi burada bir metafordan istifadə olunubdur. Yəni Azərbaycanın layla balam deməyi. Azərbaycan mənim bəxtsiz anam oy. Deməli Azərbaycanı nə adlandırır? Bəxtsiz anası testdə düşən hissələrdir. Azərbaycan nə adlandırır? Bəxtsiz ana. Əslində burada yəni bəxtsiz ana deyərkən bir növ həmin dövrdə qurulan o Azərbaycan Demokratik Respublikası nəzərdə tutulurdu. Yəni Demokratik Cümhuriyyət nəzərdə tutulur. Onun sükutun diqqətə çatdırıb ki, bəxtsiz ana adlandırır. Mən deyir neçə ildir həsrətinlə yanam oy. Biz buradan görürük ki, müəllif qürbətdədir. Çünki deyir neçə ildir həsrətinlə yanam oy. Ümumiyyətlə şeirdə bir növ elə bil ki, insanları azadlıq uğrunda mübarizəyə səsləyir müəllif. Çünki vətən özü əsarətdədir və ona görə insanları bir növ azadlığa səsləmişdi.
Daha sonra salam desəm, rüzgar alıb götürsə, burada görürük ki, bir təbiət qüvvəsindən kömək istəyir. Deyir salam desəm, rüzgar alıb götürsə, ağrı dağdan ala gözə ötürsə, gör səsimi göy Xəzərə yetirsə, Xəzər coşub zəncirini qırsa oy, hökm etsə bu sərsəm gediş dursa oy. Burada bir ümumi nəzər çatdırar. Yəni burada deyir ki, Xəzər coşub zəncirini qırsa oy, hökm etsə bu sərsəm gediş dursa oy. Burada sərsəm gediş deyərkən həmin dövrdə o Azərbaycanda olan bir növ Rus hakimiyyətini nəzərdə tutur, sərsəm gediş. Yəni həmin dövrdə Azərbaycanda olan o gedişatı, siyasi rejimi nəzərdə tutur. Xəzər coşub deyir zəncirini, Xəzər də deyəndə burada bir növ belə deyək də metafordan istifadə olunub. Xəzər coşub zəncirini qırmağa burada bir metafor var. Elə hökm etsə bu sərsəm gediş dursa oy, burada da bir metafor var. Eyni zamanda Xəzər deyəndə bir növ burada sanki insanları, Azərbaycanda yaşayan insanları nəzərdə tutur ki, onlar deyir bir coşsa, bir hərəkətə gəlsə, yəni bu sərsəm gedişi durdursa. Sonra salam desəm rüzgar, salamı rüzgar alıb götürməyə burada da bir metafor var. Daha sonra ağrı dağdan ara gözü ötürsə, rüzgar deyəndə külək nəzərdə tutur. Yəni burada metaforlardan istifadə olunub. Deməli hansı dənizin adı çəkilib? Xəzər dənizinin, dağların adı var. Aladağ, Alagöz. Xəbər alsam muğanından, milindən, yəni muğamdakılardan, mildəkilərdən burada da bir metonomiya işlənibdir. Nazlı Bakım, Nazlı Bakı burada bir epitet var. Nazlı Bakım o neft qoxan gülümdən, kim demiş ki düşmüş adın dilimdən, Azərbaycan mənim eşsiz yurdum oy, ölməz eşqim, içimdəki dərdim oy. Burada bir növ xəbər almaq istəyir mildəkilərdən, muğamdakılardan. Görürük ki, qürbətdədir. Şair bir növ vətən eşqi ilə alışıb yanır. Bakını Nazlı Bakı adlandırır. Burada bir epitetdən istifadə edib. Neft qoxan göl. Əslində bilirik də neftdən gül qoxusu gəlməz. Burada isə sanki neftin qoxusunu gülə bənzədibdir. Neft qoxan gülümdən deyir. Kim demiş ki, deyir, düşmüş adın dilimdən. Yəni sən deyir, adın mənim dilimdən düşə bilməz də. Bunu kim deyir ki, sənin adın mənim dilimdən düşür? Yəni belə bir şey ola bilməz. Azərbaycanı nə adlandırır? Eşsiz yurt. Burada bir təşbih var. Azərbaycanı eşsiz yurt adlandırır. Eşsiz nədir? Eşsiz də yəni bənzərsiz, bənzəri olmayan bir yurt adlandırır. Ölməz deyir eşqim, içimdəki dərdim o. İçimdəki dərdimlə eşqim ölməz. Könlümə deyir tək Kəbə etdim səni mən. Yəni könlümün deyir tək Kəbəsi sənsən. Səni könlümə tək mən səni Kəbə eləmişəm. Burada bir təşbih var. Könlümə səni Kəbə kimi etmişəm. Sənsiz neynəm qürbət eldə günü mən. Sənsiz neynəm Allahı mən dini mən. Azərbaycan mənim tacım taxtım ol. Oyanmazmı kör olası bəxtim ol. Deməli sanki vətənlə bir dini eyniləşdirir. Deyir əgər mənim vətənim yoxdursa, onda deyir vətənsiz mən dini neynirəm, Allahı neynirəm. Sanki vətən və Allah din sevgisini eyni bir tərəzidə götürür burada müəllif. Sonra qürbət eldə görürük. Burada qürbət elin də adı çəkilib. Görünür ki, müəllif qürbətdədir. Burada bədii suallardan istifadə olunub. Eyni zamanda burada sənsiz sözləri var ki, bunlar təkrirdir. Yəni sənsiz neynim, sənsiz neynim təkrirləri var. Azərbaycanı nə adlandırır? Tacı, taxtı, oyanmazmı? Burada da sanki bir həyata yəni taleyinə bir sistəmi var. Yəni taleyinə bir etirazı var ki, yəni bu kör olası baxdım deyir, oyanmazmı? Sanki taleyinə bir etiraz səsini görürük biz burada. Kör olası baxt, kör baxt. Yəni öz bəxtini kör bəxt adlandırıbdır. Sonra təhlil hissəsində gəlin baxaq görək nə var. Almaz İldırım Azərbaycan mühacirət ədəbiyyatının görkəmli, görürük ki, burada mühacirət ədəbiyyatının, yəni Türkiyədə olmuşdu, görkəmli nümayəndəsidir. Onun şeirlərində Azərbaycanın tərənnümü, qürbətdə keçirdiyi həsrət duyğuları aparıcı yer tutur. Görürük ki, həqiqətən də burada Azərbaycanı tərənnüm eləyibdir və bir növ qürbətdə o keçirdiyi həsrət duyğuları, vətən üçün o nigaran halları şeirdə öz əksini tapmışdır. Milli dövlətimizin Rus işğalçıları tərəfindən devrilməsi, ölkəmizin müstəqilliyinə qəsd edilməsi, vətənini sonsuz məhəbbətlə sevən Almaz İldırımı sarsıdır və nəticədə bu şeiri yazır. Azadlıq ideyalarının carçısı olan şair təqiblərə məruz qalır, vətənindən sürgün edildi.
Türkiyəyə sığınan sənətkar əsir vəziyyətə düşən doğma yurdunu, Azərbaycanı vəsf etməkdən usanmadı. Görürük ki, şeirdə də Azərbaycanı müəllif vəsf eləyir, tərif eləyir. Almaz İldırımın həmin dövrdə yazılmış Əsir Azərbaycanım şeiri qürbət lirikasının ən gözəl nümunələrindəndir. Məlumdur ki, əsir sözü insana aid edilir və düşmən əlinə keçmiş adam haqqında işlədilir. Şair bu şeirdə öz vətəni Azərbaycanı əsir adlandırır. Bir növ öz vətənini əsir adlandırır. Normalda əsir insanla bağlı olur. Burada isə Azərbaycanla bağlıdır. Bunun səbəbi isə heç şübhəsiz Azərbaycanın ruslar tərəfindən işğal olunması idi. Yəni görürük ki, şeirdə də bir neçə yerdə gördük elə, yəni bir növ insanları azadlığa səsləyirdi. Eləcə də əsərin birinci bəndində işlənən bəxtsiz ana ifadəsi də təsadüf işlənməmişdir. Bunu da bayaq dedik, o qısa ömür yaşayan Azərbaycan Demokratik Cümhuriyyəti nəzərdə tutulmuşdur. Burada yer adları çəkilib, onlar qeyd edilib. Oy sözü isə təkrir kimi işlənmişdir. Bunu da bayaq demişdik. Uşaqlar, uğurlar, yaxşı hazırlaşın.